Salam, hər vaxtınız xeyir olsun. Sualın şərtində deyir ki, A və B məntəqələri arasında atmosfer təzyiq fərqi 80 mm civə sütunudur. A-dan B-yə axan çayın uzunluğu miqyası 1/10 milyon olan xəritə üzərində 5 sm olarsa çayın orta meyilliyini hesablayın. Burada biz tapacağımız olan məlumat çayın meyilliyidir. Çayın meyilliyini tapmaq üçün onun düşməsini uzunluğuna bölmək lazımdır. Çayın düşməsini uzunluğuna bölsək, meyilliyini tapmış olarıq. Burada çayın düşməsinə və uzunluğunu tapmaq üçün bizə məlumatlar verilib. Uzunluğunu tapmaq üçün 1/10 milyon miqyaslı xəritə üzərində məsafə 5 sm qeyd olunmuşdur. Biz bu məlumatlara əsasən çayın həqiqi uzunluğunu tapa bilərik. Həqiqi uzunluğu tapmaq üçün deməli miqyasın kəmiyyətini xəritə üzərində məsafəyə vurmaq lazımdır. Xəritə üzrə məsafəmiz 5 sm-dir. Miqyasın kəmiyyətini tapmaq üçün isə buradan 5 dənə 0 silmək lazımdır. 1, 2, 3, 4, 5. Qaldı 100. Deməli miqyasın kəmiyyəti 100-dür. 100-ü 5-ə vuranda elədir 500 kilometr. Yəni bu çayın həqiqi uzunluğu 500 kilometrə bərabərdir. Üst turumuzda elin yerinə, yəni çayın uzunluğunun yerinə 500 yazırıq. İndi keçək çayın düşməsini tapmağa. Çayın düşməsini tapmaq üçün bizə belə bir məlumat qeyd olunub. İki çay arasındakı təzyiq fərqi 80 mm-dir. Bunu hündürlüyə çevirək. Belə bir məlumatdan istifadə etmək olar. Biz bilirik ki, 100 metr hündürlüyə uyğun gələn atmosfer təzyiqi 10 mm civə sütunudur. 10 mm. Bəs neçə metr hündürlüyə 80 mm civə sütunu uyğun gələr? X metrə 80 mm təzyiq uyğun gəlir. Buradan da x bərabərdir. 80-i 100-ə vurub 10-a bölmək lazımdır. Bu da eləyər 800. 800 metr. Yəni 800 metr hündürlüyə uyğun gələn təzyiq 80 mm civə sütunudur. Onda burada biz qeyd eləyərik 800. İndi 800-ü 500-ə böləndə neçə eləyir? 2 dənə 0 yuxarıdan, 2 dənə 0 aşağıdan silək. 8-i 5-ə böləndə 1,6 metr bölünmüş kilometr. Cavabımız oldu A variantı. Bu qədər.